Sizcə həqiqətən bu 21-ci əsrdə itirilmiş torpaqların və bu beynəlxalq deyək ki, konfliktlərin çözüm yolu həqiqətən sülhdürmü yoxsa müharibədirmi? Siz itirilmiş torpağı sülhlə tam şəkildə qaytarabilirsiniz? Söz deyim o sualı sıfat vermem. Sadı? Buyurun. Sağlı senden aldım. Sen sağladın. İndi istemenden. İki sağlımı kadar. Üstelik Verin sadım. değil. Sizə qurban. Yok da versen. Vermem dedim. Yok ama. Ya sağlığını alacaksan benden dalaş. Ya da sağlık benden kalacak. Sürlə torpaq qartarılır. Götürün dünya tarixini, dünya mətbuatını, dünyanın tarixini oxuyun, görün. Sürlə hansı torpaq? Sürlə müvəqqəti atəşkəslər olub.